Azərbaycanın incəsənət xadimlərindən ibarət futbol komandası Art Futbol Dünya Çempionatında iştirak edir. 2026-cı ilin mart ayında Bakıda Türkiyə Art Milli Komandası ilə yoldaşlıq oyunu keçiriləcək. Mətbuat konferansında bu barədə məlumat verildi. Bildirildi ki, məqsəd iyun ayında Moskva şəhərində keçirilən Dünya Çempionatına qatılmaqdır. Turnir xeyriyyə məqsədi ilə keçiriləcək. İki ayrı futbol takımıyız. Art Milli Takım, Azerbaycan ve Türkiye. Ama bu formada olduğu gibi aslında tek yüreğiz biz. Tek yürek olarak yine kimsesiz çocuklara yardım için bir futbol musabakası aracılığıyla buraya gelmeyi planlıyoruz. Dünya Şampiyonası bizim tüm organizasyonumuzun başkanı bir Rus, Yuri Davidov. Kendisi zaten davetli olarak gelecek bizim dostluk maçımıza da. Geldiğimizde de burada çok büyük bir kalabalık bekliyoruz. Mətbuat konferansında milli komandanın təsisçiləri, ATV kanalının əməkdaşı Emin Abbaslı və Kickboxing Federasiyasının əməkdaşı Afət Quliyeva, komandamızın baş məşqçisi, keçmiş futbolçu Elhat Nəziri, Türkiyə komandasının üzvləri Erkan Kolçak Köstendil, Deniz Cem və Aydın Çakmak iştirak edib.